uşaqlardan bəzən biri digərindən yaşca balacadır, çox yaşca balacadır. Misal üçün 5 yaşı var, o birisinin 10 yaşı var. İstər-istəməz valideyn 10 yaşında və yaxud o birisinin 15 yaşı var. Aralarında 10 il fasilə var uşaqların. İstər-istəməz süfrə başında bir yerdə 15 yaşında uşağın fikri daha önəmli gəlir də. Düzdürmü? Nəinki 5 yaşında uşağın. Və burada valideyn o səhvə düçar olur. Bilmir ki, 5 yaşında uşaq da pusquda dayanıb. Baxır sənə. Görün məni necə dinləyəcəklər. Bayaqdan qardaşımı, bacımı diqqətlə dinləyirdilər. Bəli, 5 yaşında uşaq da bunu başa düşür. Görün məni necə dinləyəcəklər. Mən danışanda etinasız qalacaqlar, yanaşacaqlar. Şu uşaqdır da. Uşaq deyil, xeyr. 5 yaş olsa da böyükdür artıq. Başa düşür hər şeyi. Mənə şəxsiyyət verdilər. Məni dinlədilər.